Feilin gələcək zamanda növləri haqqında öncəki videoda danışıram. Bu gün gəlin praktiki olaraq baxaq ki, davam edici tərzdə olan feili necə gələcək zamana qoyaq. Bu mövzudan başlayıram çünki bu çox asandır. Sizə burada əlavə bir söz lazımdır. Budu, yəni быть əslində məsdər formasında. Və siz sadəcə onu şəxslərə görə dəyişirsiniz. Sizə lazım olan şəxsə qoyursunuz. Mən nəsə edəcəmsə olacaq я буду что-то делать. Sən nəsə edəcəksənsə ты будешь что-то делать və s. Ancaq bu sözü siz şəxsləndirirsiniz. Ondan sonra bu məna verən feili, yəni mən nə edəcəm, məsəl üçün mən oxuyacağam, çitать feili olacaq. Mən yatacağam, spать feili olacaq. Mən rəqs edəcəm, танцевать feili olacaq. Onu tamamilə dəyişilməz, yəni məsdər formasında budunun yanına qoyursunuz. Budu və yaxud budişin yanına qoyursunuz. Я буду читать, ты будешь читать, мы будем читать. Он будет танцевать, вы будете танцевать və s. Gördüyünüz kimi быть feilini şəxslərdə yadda saxlamaq kifayətdir ki, siz feili gələcək zamanda davam edici tərzdə istifadə edə biləsiniz. Bu arada əgər feillərə aid söz ehtiyatınızı artırmaq istəyirsinizsə, rus dilində ən çox istifadə olunan 100 feil PDF-i məndən əldə edə bilərsiniz. Tamamilə ödənişsiz. Sadəcə şərtdə PDF istəyirəm sözünü yazın və mən sizə cavab verəcəm.